Sumqayıtda şəhid və qazi övladları, eləcə də təhsildə yüksək nailiyyət göstərən məktəblilər üçün təşkil olunmuş 3 günlük yay düşərgəsi öz işini yekunlaşdırıb. Düşərgənin bağlanış mərasimi yadda qalan anlarla zəngin olub. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər qeyd ediblər ki, düşərgə təkcə əyləncə deyil, həm də öyrənmək, paylaşmaq və birgə uğur qazanmaq üçün yaradılmış mənəvi zənginlik məkanı olub. 3 gün ərzində uşaqlar həm biliklərini artırıb, həm də yeni dostluqlar qazanıblar. Düşərgənin iştirakçıları əsasən şəhid və qazi ailələrinin övladları, eyni zamanda təhsildə fərqlənən şagirdləri olub. Tədbirdə vurğulanıb ki, bu uğurun arxasında böyük bir əmək və dəstək dayanır. Tədbir zamanı düşərgənin unudulmaz anlarına əks etdirən video çarx da nümayiş olunub. Ardınca istedadlı şagirdlərin çıxışları təqdim edilib. Qaliblərə mükafat və fəxri fərmanlar təqdim olunub. Tədbirin sonunda iştirakçılara xoş istirahət və uğurlu gələcək arzulanıb. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Gömrük İdarəsinin rəisi Taryel Alverdiyev, Sumqayıt Futbol Klubunun vitse-prezidenti Aydın Xəlilov, Qərbi Azərbaycan Qacaran İcmasının sədri Cəmilə Fəyyaz, Paşa Həyat Sığorta şirkətinin nümayəndəsi Coşqun İmamquliyev, Şöhrət ordenli məşqçi Süleyman Salahov və digər çıxış edənlər qeyd ediblər ki, bu cür düşərgələr uşaqların həm mənəvi inkişafı, həm də vətənpərvər ruhda formalaşması üçün mühüm əhəmiyyət daşıyır. Yay düşərgəmiz 110 şagirddən ibarət olur. Şagirdlərimiz Sumqayıt şəhərinin məktəbləri, sonra İdrak məktəbi, Dünya məktəbinin şagirdləri olur. Yay düşərgəmizdə bu il sonuncu dəfə biz şəhid qazi şəhidlərimizin övladları ilə birgə keçirdirik. Bu təşkilatçılığa görə, layihənin təşkilatçılığına görə bir çox müəssisələrə təşəkkür edirik. Şəmistan Fikrətli, Elburus İsmailov, Bugün İnformasiya proqramı üçün.